Bu baş verməsə İran məhv olacaq. Bu sözləri İranın sabiq prezidenti bildirib. 25 dekabr tarixli və gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, İranın sabiq prezidenti Məhəmməd Xatəmi İslam Respublikasına gələcəyi ilə bağlı açıqlama verib. O, bu barədə Azad İran Telegram kanalı vasitəsilə məlumat yayıb. Xatəmi bildirib ki, Respublika prinsipləri ilə İslam dəyərlərini, xalqın iradəsi, insan hüquqları və hakimiyyətin cəmiyyət qarşısında məsuliyyəti ilə uzaqlaşdıran bir idarə etmə modeli mövcud olarsa, ölkədəki bir çox problemlər öz həllini tapa bilər. Xatəminin sözlərinə görə, bütün çatışmazlıqlara baxmayaraq mövcud siyasi sistemin tamamilə tərk edilməsi İran üçün daha ağır nəticələr doğura bilər. Keçmiş dövlət başçısının fikirlərinə əsasən emosional yanaşmalar kənara qoyularsa, İran cəmiyyətinin əksəriyyəti mövcud vəziyyətin dəyişməsi üçün islahat yolunu seçmiş olacaq.